Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə yeni testin izahını paylaşacağıq. Bu test demək qəbul sınaqlarından sınaq 18-dir. Və ilk sualdan başlayaq, ümumi sınaqlardandır. İlk sualımız belədir ki, yaşıl rəngli çiçəkləri olan söyüdün bir zoğunda olan generativ orqanların maksimum növ sayı, ailə, sarı rəngli çiçəkləri olan söyüdün bir zoğunda olan generativ orqanların maksimum növ müxtəlif sayı B ilə işarə olunub və A plus B cəmini hesablayın deyir. Yaşıl rəngli çiçəklər dişi çiçəklərdir. Dişi çiçəklərdə həm çiçək, həm meyvə, həm də toxum olacağına görə biz burada deyəcəyik ki, 3 dənə generativ orqanımız olacaq. Sarı rəngli çiçəklər isə erkəkdir. Erkəklərdə artıq sadəcə çiçək olacaq və burada meyvə, toxum əmələ gəlməyəcək. Ona görə də burada bir generativ. 3-ün üstünə 1 gələndə cavab eləcək 4. İkinci testə baxaq. Zolaqlı kərtənkələnin cinsiyyət xromosomlarının hansı genlərdə baş verən mutasiya erkək fərqlərdə bizə çıxa bilər? Əgər bu söhbət sürünənlərdən gedirsə, bilirik ki, sürünənlərdə dişi heterogametlik. Yəni burada erkəklər homogametdir. X X-dir. X X-dir. Avtomatik olaraq mən bilirəm ki, Y cinsiyyət xromosomunda olan genlərdə olan heç bir mutasiya, yəni erkəkdə üzə çıxa bilməz. Onda X-ə baxıram ancaq ki, X-də olan mutasiyalar çıxar. Məsələn, baxıram burada C X-də var, amma D məsələn Y-dəndir, D yenə Y-dəndir. Buradan da D yenə Y-də olan bir gendir. Sonra M X-də var, amma o yenə Y-də olan bir gendir. Cavab olur A, B. Hansı ki A da, B də, X-i də X cinsiyyətində olan bir gendir və burada baş verən mutasiya bizim erkək fərdə keçəcək. Üçüncüyə baxaq. Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin deyir. Buradan baxıraq ki, burada əvvəlcə ifrazat sistemi verilibdir və ifrazat sistemində erkək fərddə 2 dənə bir ümumiyyətlə 2 dənə hissədən kanallar gəlir. Bunlardan deyəcək ki, bu toxumluqlardır. Bu 2 dənə isə böyrəkdir. Dişidə isə fərqlidir. Dişidə bir kanal gəlir və biri reduksiya olubdur. Yəni burada baxıram ki, bu toxumluq və yaxud da yumurtalığın bir reduksiya olunubdur. Artıq burada baxan kimi biz bilməliyik ki, bu quşlara aiddir. Yəni burada reduksiyadan, seleksiyasının olmamasından aydın bir şəkildə anlayırıq ki, bu quşlara aid olan bir ifrazat sistemində həm də ipucu olaraq da erkək və dişi fərddə olan bu yumurtalıqda olan fərqlərdən. İkinci şəkil isə sadə məməlilərə aid olan deməli ifrazat sistemi orqanlar. İndi gələk, mezoderma mənşəlidir. Deyəcək ki, hər ikisi mezoderma mənşəlidir. Sonra sidik hissəsi olmayan heyvanlarda olur. Elə bir şəkilə baxarkən burada silim. Şəkilə baxarkən görürük ki, burada sidik hissəsi yoxdur. Yəni bu quşlara aiddir. Lələk örtüyünə malik olan var. Görgücü sümükləri olmayan məməli heyvanlarda ola bilər. Bəli, it məsələn görgücü sümüyü olmayan heyvandır və ifrazat sistemi eyni bir şəkildə ki 4 ayda olacaq. İstiqanlı heyvanlar üçün səciyyəvidir. Hər ikisi istiqanlıdır. Həm quşlar, həm də məməlilər 5 ayda olacaqca. Qulaq heyvanı olan heyvanlar üçün səciyyəvidir. Qulaq heyvanı məməlilərdə var. Ona görə deyəcəyik ki, 6 da aiddir. Deməli 2, 3, 4, 6 və 1, 5 cavab olacaq A variantı. Sonra şəkildə göstərilən proses necə adlanır və bu prosesdə iştirak edən orqanizmlərdə yalnız biri üçün səciyyəvi olan xüsusiyyət hansıdır deyil. Prosesə baxıram. Burada ağacla göbələyin birləşməsidir. Bunu bilirik ki, bu mikarozadır. Və mikaroza elə cavab variantının sadəcə bir dənə mikaroza. Təbii ki, burada da birinə aid olan göbələklər qidalanır. Avtotur isə ağacdır. 5-ci suala gələk. Hansı xəstəliyin törədicisi bir hüceyrəli, keçiricisi isə çox hüceyrəli orqanizm ola bilər. Askardiozu yəni keçirən askaritdir. Askarit keçirir. Tapqurtlar, teynərəxoz, məsələn, dəlilin şəkilli qurtlara. Malariya, burada malariyanı silmək. Malariya məsələn, bunun törədicisi bir hüceyrəlidir, amma keçiricisi təbii ki, ağcaqanaddır. Ona görə cavab olacaq E bəndi. Hansı heyvanın ifrazat sistemi orqanlarının
bacaqları bədənin baş hissəsindən xaric açılır. Burada çay xərçəngi olacaq. Çay xərçəngi birazda sisteminə aid olunur. 2 dənə yaşıl vəzidir. Onun da bir cüt axarı bığcıqların dibindən, bir cüt axarı isə çənələrin dibindən xaric açılır. Cavab olacaq B. Lamarckın sistematikasında onurğasız heyvanlar neçə pillədə yerləşdirilir? Amma Lamarck ümumiyyətlə qradiyasiyada 6 dənə pillə veribdi və bu 6 pillədən ilk 4 dənəsi onurğasızlar, digər 2 pillədə isə quş sürünən və məməli olaraq deməli onurğalıları aid edibdir. Sistematikada pilləyə yerləşdiribdir daha doğrusu. Sonra insanın 3-cü boyun fəqərəsi bir avasitə neçə sümüklə birləşir? 3-cü boyun fəqərəsi özündən əvvəlki və özündən sonraki boyun fəqərələrdir. Şirin su hücrəsinin həm daxili, həm də xarici qatında yerləşən ceyirlərdə ola bilər. Həm daxili, həm də xarici qatda ola bilər qamçı. Daxili qatda qamçılı həzm hüceyrəsi, xarici qatda isə spermatozoid ola bilər. İlk dəfə genetik xəritəsi Macklington tərəfindən tərtib edilən bitki üçün səciyyəvi olmayan bu qarğıdalı bitkisinin genetik xəritəsi tərtib olunmuşdu və bunun aid olmayan axtarırıq. Yer gövdəsinin içi boş olmur. Bəli, küləş birevli və bir cinsli bitkidir. Bəli, birevlidir, bir cinslidir. Birevli olub bütün çiçəklərində meyvə verə bilər? Xeyr. Erkək çiçəklərində, süpürgə çiçək qrupunda meyvə gəlmir. Cavab olacaq C. 11. Əgər itdə köpücük sümükləri olsaydı nə olardı? Görək nə olardı? Çiyin qurşağı, skeleti döş qəfəsinin yalnız bir sümüylə bir vasitə birləşərdi. Düşünürük, deyirik ki, çiyin qurşağında olsaydı, bəli. Necə kürək var və bu kürək bazu ilə birləşir, amma döş sümüyü ilə birləşən heç nə yoxdur. Amma çiyin qurşağında əgər körpücük olsaydı, o gəlib önündən döş qəfəsinə aid olan bir sümük, yəni döş sümüyü ilə birləşərdi. Bu A variantı olacaq cavabımız. Sonra 12-yə baxaq. Bədən boşluqlarında yerləşməyən vəzlər tərəfindən ifraz olunan hormonlardır. Deməli, bədən boşluğunda yerləşməyən kişilərdə 2 dənə toxumluq, qadın və kişidə ikisində də boyunda yerləşən qalxana ətrafdır. Burada cavab olacaq A bəndi. Androgen testosteron toxumunda, parat hormonlar vəzlərdə, kaston isə qalxana bənzər vəzidə sintez olunur. Sonra bura baxaq. Qeyri-allel genlərin qarşılıqlı zamanı dietrozigot boz ada dovşanlarının öz aralarında uzlaşması zamanı alınan nəsildə boz ada dovşanlarının genotip müxtəlifliyin ağda dovşanlarının müxtəlifliyinə nisbəti neçə olar? Yəni əvvəlcə deyir ki, boz ada dovşanları, baxıram ki, boz ada dovşanları neçə genotipdə üzə çıxa bilər? Bu ola bilər böyük C, kiçik C, böyük A, kiçik A. Ola bilər böyük C, böyük C, böyük A, kiçik A. Və ola bilər böyük C, kiçik C, böyük A, böyük A. Və ola bilər böyük C, A. Bir çarpazlaşmanı yazmağa ehtiyac yoxdur. Elə burada onsuz da əvvəli boz ada dovşanlar olduğu üçün deyirik ki, hər sort qamet əmələ gələcək və əmələ gələn qametlərdən də fenotipim yenə də boz, ağ və qara olacaq. Yəni 3 dənə fenotip ortaya çıxacaq. Burada bir xalaş arası olmadığına görə rahat bir şəkildə bu 4 dənə boz ada dovşanının genotipini daha doğrusu yazılır. Bu oldu 4. Ağlar isə böyük A'lar vəziyyətinə çıxacaq. Yəni burada ola bilər kiçik C, böyük A, kiçik A. Ola bilər kiçik C, kiçik A, kiçik A. Və ola bilər kiçik C, böyük A, böyük A. Burada da genotip 3 dənə oldu. Deməli, 4-ün 3-ə nisbətinə, yəni A variantı. Bu şəkildə əzbər bilməyənlər üçün bu şəkildə, əzbər bilənlər üçün daha rahat cədvəllər var, rahat bir şey. Sonra 14. Canlı maddənin hansı funksiyası məhv olmuş orqanizmlərin parçalanmış reagentlər tərəfindən mineral maddələrə qədər parçalanmasına əsaslanır. Burada olacaq biokimyəvi funksiya bu reagentlər tərəfindən baş verir və mineral maddələrə qədər parçalanmayadır. Qaz yaratma funksiyasına fotosintez aid ola bilər. Qazlaşma funksiyasına, məsələn, orqanizmlərdə toplanan maddələr, tutaq ki,
yosunlarda yodun toplanması. Energetik funksiyaya yenə parçalanmalar və məsələn fotosintez həm də energetikə aiddir. Oksidləşmə reduksiya prosesinə yenə burada fotosintezi göstərə bilər. Oksidləşmə reduksiya energetik reaksiyalara aid olan bir çox reaksiyaları göstərə bilərik ki, burada da reaksiyalarına aiddir. Amma buradan ümumiyyətlə fotosintez bunların çoxuna aiddir. Amma burada biokimya funksiya tamamilə aydın bir şəkildə mineral maddələrə aiddir. Sonra gələk 15-ə. Şəkildə göstərilən neçə bitkinin vətəni Meksika ola bilər? Meksika gedir düşür Mərkəzi Amerikaya. Mərkəzi Amerikaya aid olan bitkilərdə bilirik. Tündür, balqabaqdır və qarğıdalıdır. Sonra Kəlam aralığa aid olacaq. Yerkökü bunlar Azərbaycanda aid olduğu deməli bitkiyə aid olacaq. Sonra ananas, banan bunlar da Cənubi Amerika olmalı. Ananas, banan, ağacı. Amerika iddiası. Amma bizə əsas lazım olan təbii ki, hal-hazırda bu yadımda tütün, deməli, qarğıdalı və balqabağa aiddir. Bu 2 dənə aid oldu. A olacaq cavabımız. Həbəşistan. Həbəşistana aid olacaq ananas bəlkə. Sonra 16'ya baxaq. Endoplazmatik şəbəkədə sintez olunmuş fermentlər Golgi kompleksinə daxil olan zaman neçə lipid qatından keçir? Endoplazmatik şəbəkədə 1 qat, Golgi kompleksində 1 qat, toplam 2 qatdan keçir olacaq. Cavab olacaq B bəndi. Hansı xəstəliyin törədicisinin əsas sahibi onurğasız heyvanlara aid edilir? Əlbəttə ki, malariya. Əsas sahibi ağcaqanad idi, o da onurğasız idi. Biopoez fərziyyənin ikinci mərhələsidir. Birinci mərhələsi ilkin bütücülərlə orqanizm. Daha doğrusu biopoezdən danışırıqsa burada olmayacaq. Birincisi olacaq üzvü maddələrin abiyogen sintezi. İkincisi olacaq biyoloji yaranması ki buna aiddir. Sonra üçüncüsü olacaq membran strukturları yaranması. Bax 3 fərziyyənin 3 də variantlarda var əslində. Biraz beynim qarışdı, amma burada təbii ki ikinci soruşturma biyoloji ikincisine mərhələsinə aiddir. Sonra dəniz kələmində fotosintez zamanı əmələ gələn üzvü maddədə toplanan enerji 88 olsa bu zaman neçə qram glukoza əmələ gələr və yosunun üzərinə cəmi neçə kilojol günəş enerjisi düşmüş olar. Burada da kalkülatordan hesablayaq. Deyir 88 kilojol enerjidirsə, mən əvvəlcə birim görürəm. Neçə qram karbohidrat. 88'i böləcəm 6'ya. Edəcək 5. Deməli 5 qram karbohidratdır. Və 5 qram karbohidrat yosunun üzərindən neçə kilojol enerjisi. Yosunlar 0,4 faizdən istifadə edir güneş enerjisini. İndi burada da 5 qramdan tapdıq, cavabı tapışıq olsun da. Amma bizə lazımdır ki, bu 220 min necə alacağıq. Deməli 5 qram karbohidratın nə qədər enerjidir ona baxıram. Deməli bunu vuraq 5 qram 17 onda 6'ya 88 olacaq. 88 kilojol enerjidə tapmalıyıq ki, hansı ədədin 0,4% 88 kilojoldur. Bu da eləyəcək 88 vuraq 100 bölək 0,4%-ni tapırıq və bu şəkildə alırıq ki, kilojol enerjidə günəşdə var imiş. Elə, indi keçək 20'ye. Pankreatit xəstəliyi zamanı mədaltı vəzin ifraz etdiyi amilaza ferment miqdarı və bağırsaqda olan nişasta və glukogenin miqdarının dəyişməsi arasında olan asılılıq hansı qrafikdə düzgün? Pankreatitdə deyirik, pankreatit iltihaplanması baş verir və amilaza fermentinin miqdarı azalır, azalma olacaq və amma bu təbii ki
bağırsaqda olan nişastaya glikogen təsir etməz. Ona görə də olacaq. İkinci dəyişmir, amma birinci azalır. Hətta deyirik ki, bu xəstəlik zamanı glikozanın qıcqırması baş verir. Çünki orada artıq həzm getmir. Sonra 21-ci şəkilə baxaq. Bir rəqəmi ilə işarələnmiş hissədə, yəni uşaqlıq borusunda nə var? Yalnız haploid xromosomuna malik hüceyrələr var. Xeyr, diploid də var. Yalnız diploid xromosom. Xeyr, haploid də var. Hüceyrələrdə kombinativ dəyişiklik baş verə bilər. Bəli, mayalanma gedər, kombinativ dəyişiklik baş verər uşaqlıq borusunda. Həm haploid, həm də diploid xromosom neyronuna malik hüceyrələr var. Bəli, yumurta hüceyrədə var, mitoz somatik hüceyrədə. Crossingover prosesi baş verə bilər. Crossingover prosesi meyozda baş verir. Meyoz da yumurtalıqda gedir. Yəni burada gedir. Orada getmir. Ona görə olmayacaq. Yumurta hüceyrənin tam yetişməsi baş verir. Bəli, yumurta yetişməsi uşaqlıq borusunda baş verir. 3, 4, 6 cavab olacaq. Sonra gələk 22-yə. A, B, C üçün doğru olmayan. A, qulaq heyvanıdır. B, təbil pərdəsidir ya da sümüklər. Daha yaxından hətta sümüklərdir. C isə Yevstah borusu. Deyək ki, B-nin sayıları yarımdairəvi kanalların sayı ilə bir-bir. Bəli, B onda sümükcükdəymiş və bir-bir nisbətindədir. Bu düzdür. 3 sümük burada var. 3 dənə də kanal burada var. Sonra ilk dəfə məmələrdə yaranmışdır A. O da düzdür. C. Burun qulağı orta qulaqla bilir. Yevstah borusu. İşi budur. Təzyiqi qulaqla bilir. A və C orta qulaq hissələridir. A xarici qulağa aiddir. Görə cavab olacaq D bəndi. Yəni doğru deyil bu ifadə. Şirin su hidrasının ontogenez dövründə malik olduğu hərəkətlərinin növbəyi. Miyofibri, qamçı və yalançı ayaq. 3 dənə orqan sayına aid. Yetkin su hidrasında qulcuqların sayı. Qulcuqların sayı amma maksimum 12 deyirik. Və x-dən y-i çıx deyir. Bizə yəqin ki, olub da x-dən x-i çıxaraq biz müsbət ala bilərik. Y-dən də 12-dən də 3 çıxanda alacaq, cavab olacaq. 24-də bax. Hansı xəstəliklərin törədiciləri atomların birinci aid edilə bilər? Birinci biomiqrasiyanın deməli, bir hüceyrələr həyata keçir və baxırıq ki, yuxu xəstəliyi bəli bir hüceyrələr. Qoturluğu xeyir genələr. Enterobiyozu əyri-baş qurdu törədirdi. Uşaq biz qurdu. Leishmaniozu bəli. Deməli, hüceyrələr törədir. Plazmanı ankeston əyri-baş qurdları törədir. Cavab olacaq 1, 4, 5 şəkildə. 25. Gerek tələsərək etməyim. O zaman daha çox suallarda qarışıqlıq sağlaram. Qadın orqanizmində yalnız bir bədən boşluğu hüceyrələrində baş verir. Qadın orqanizmində bir bədən boşluğu deyirsə, biz avtomatik olaraq çanaq. Çünki orada sadəcə haploid xromosom dəstinin yaranması baş verir. 2 xromatidli xromosomlar bu 2 xromatidli bəli, meyoz prosesində baş verir. Sonra mutasiya dəyişkənliyi baş verir. Xeyr, bu somatikdə baş verə bilər. Kombinativ dəyişkənlik bəli, çanaq boşluğunda baş verir. Bir xromatidli xromosomlar meyoz prosesidir. Bu çanaqda da baş verir, digər boşluqlarda da. Ana hüceyrədə olan ensi məlumatları dəyişmədən meyoz prosesi digər boşluqlarda baş verir. 1, 2, 4 olacaq cavabımız. Sonra geoxronoloji cədvələ əsasən baş verən proseslərin ardıcıllığını. Mollusklar və boğumaqların quruya çıxması aiddir silurda. Sonra heyvanlarda 4 ədəd toxuma qrupunu protorozda. Sonra bitkilərdə 6 toxuma qrupunun yaranması. Bu təxminən çılpaq toxumlar, yəni devona düşür bu. Devon. Tozlayıcı həşəratların yaranması təbaşir. Sonra uçan onurğalıların yaranması yura. Ürəyin arterial qanı venoz qanından tam ayrılmış olan soyuqqanlı heyvanların. Bu da tres olar. Soyuqqanlı
tam ayrılmış. Yəni 4 kameralı ürəyə malik sürünən deməkdir. Ki zahtır. İndi düzək. Aha. Birinci nə var? Proterozoa. Bundan sonra əlbəttə gələcək silur. Gələcəkdir. Aha. Sonra tozlayıcı şəhər təbaşir yura. Birinci yura olub. Yura təbaşir. Trias daha əvvəl. Trias. 5. Ən sonda isə təbaşir. Bu şəkildə. 213, 654. Cavabımız bu. Uyğunluğu müəyyən edin. Hüceyrə mühəndisliyi, gen mühəndisliyi. Cinsi yolla çarpazlaşdırılması mümkün olmayan bitkilərin yeni hibridlərin alınması. Bu hüceyrə mühəndisliyi. Məsələn, dedik ki, alma ilə albalı şəkildə. Pomidorla kartofu sair. Burada A olacaq. Sonra bakteriyalarda olan xromosomlardan kənara öz-özünə ikələşən kiçik halqa şəkilli DNT-lərin istifadə olması. O plazmidlərdir. Bunu gen istifadə edirdik. Xərçəng hüceyrələrin limfositlərin hibridlərin alınması. Bu da aid olacaq ki, mühəndisliğinə. Sonra homoloji xromosomlardan biri və yaxud hər ikisinin ikələşməyə həyat keçir. Bu aid deyil heç birinə. Bu genom mutasiyadır. İstənilən geni əvvəl hüceyrəyə, daha sonra isə onu genomuna daxil etmək. Bu da aiddir gen mutasiyasına. Bənd. 1 aid oldu AC, 2 aid oldu B, E. Sonra 5 uşaqlı bir ailədə 3 uşağın dərisi balıq dərisi kimi pulcuqlarla örtülü olmuşdur. Pulcuq dəri, qulaqda tökülür. Sonra bunlar deməli Y xromosomu xəstəliklərdir. Ona görə 5 uşaqlı ailədə 3 əgər dərisi pulcuqda, deməli 3-ü oğlandı. Qız. İndi xəstə uşaqların oğlan və qız olduğunu müəyyən edin. Xəstə uşaqlar oğlandır. 100% oğlandır. Oğlandır. Və cavabımız ondan əsaslandır. Bu dəri Y. Bu ailədə olan qızlar gələcəkdə ailə quran zaman onların uşaqlarında bu xəstəliyə təsadüf etmək olarmı? Xəstəliyə təsadüf etmək olmaz ki, Y-lə və qızlarda XX xromosom. Yəni qızlarda ümumiyyətlə bu geni daşıyan bu əlamət daşıyan bir gen yoxdur. Sonra yəni təsadüf etmək. Otsa bax, xəstə uşaqlardan birində bağırsaq hüceyrələrinin bölünməsi zamanı faza mərhələsində DNT zəncirlərinin xəstə uşaqlardan birində, yəni oğlanda anafaza mərhələsində 4-dən qədər olacaq. Mən onda deyəcəm ki, əslində DNT zincirlərinin sayı, zincir də 4-dən 4C4D deyirik də. Amma D molekuladır. Yəni burada 8D qədər zincir var. O zaman mən 8-i vuraram 23-ə. 8-i vuraram 3-ə. Edər 184. Qısım oldu 100. Xəstə uşaqlardan birinin qaraciyər hüceyrəsinin növbəsi. Xəstə uşaqlar oğlandır və qaraciyər hüceyrəsinin növbəsində olan xromosom müxtəlifliyin sayı da olacaq 24. 4-dən çıxacağım 24. Cavab edeyim. 106 şəkil. Bu da bizim cavabımız. Bu şəkildə ümid edirəm aydın oldu. Növbəti izahlarda görüşmək.